Növbəti, suala baxaq. Bu sual, dil ədəbiyyat test toplusundandır. Gəlin öncə mətni oxuyaq. Tamahkar mətni. Qulu. Deyən görək, ay kəftər Hacı Murad, bu pulları kimə yığırsan, niyə yemirsən? Arvadın yox, oğlun yox, bir qızın var, o da bugün sabah çıxıb birinə gedər. Yenidən evlənməyə ömrün də yoxdur. Bu pulları kimə yığırsan? Adam pulu qazanar, ya bu dünya üçün, ya axirət üçün. Bu dünyada yeyər, içər, xərclər, axirət üçün də məclis mədrəsə tikdirər. Fağıra pul verər. Yetimə paltar alıb qarnını doydurar. Bu zalım oğlunun tay bərabəri yoxdur səxavətdə. Az qalırıq acından köpük qusaq. Əslində burada kinayə ilə deyir bu zalım oğlunun tay bərabəri yoxdur səxavətdə. Allahın sirrinə təəccüb qalınmalıdır. Pulu götürüb eləsinə verir ki, sandığa doldurub gecə-gündüz keşiyini çəkir. Mənim kimi oğlanı da ona nökər edir. Yəni belə malın yeməzin malını yemək haramdır. Mənə görə halaldan da halaldır. Ancaq açarları əlimə sala bilmirəm. Özün də nə duyursa, özü də nə duyursa məni otağına qoymur. İndi gəlib məni burada görsə, həşrimi qatacaqdır. Pəncərədən baxır, burada bir remarka hissəsi də var. Odur, gəlir. Dədəmin evi yıxıldı. 10-cu sual. Mətnə sizin nöqtələrin yerinə uyğun olan sözü və klasteri tamamlayan fikri müəyyən edib yazın. Obrazın söylədiyi nitqdir. Burada obraz quludur. Bu nitq təbii ki, öz-özünə söylüyor. Öz-özünə söylənən nitqdə bilirik ki, nə olur? Monoloq olur. Burada monoloq yazacaqsınız. İndi bu hissəyə də monoloqa aid xüsusiyyətlər yaza bilərsiniz. Məsələn, yaza bilərsiniz ki, o obrazın tək başına danışığıdır, yəni öz-özünə danışığıdır. Sonra obrazın xarakteri xüsusiyyətlərin açılmasına kömək edir. Bu kimi fikirlər yaza bilərsiniz. Mətnə əsasən Qulu və Hacı Murad obrazlarına aid xarakteri xüsusiyyətləri yazın. Qulu baxırıq ki, budur da, Qulu öz-özünə danışır, yəni deyinir də. Deməli, bura nə yaza bilərik? Deyingən yaza bilərik. Deyingən. Sonra başqasının pulunda gözü var. Başqasının pulunda gözü olana nə deyirlər? Məsələn, tamahkar deyirlər də. Tamahkar yaza bilərik. Sonra burada deyir ki, dədəmin evi yıxıldı. İndi gələcək dədəmin evi yıxılacaq. Deməli, bunun xarakterində qorxaqlıq da var. Qorxaq da yaza bilərik. Sonra başqa nə yaza bilərik? Xərclər axirət üçün də məscid tikər. Elə bunları yaza bilərik. Sonra Hacı Murad da görür ki, pulun xərcləmir də. Deməli, necə obrazdır? Xəsis obrazdır. Sonra şübhəçil yaza bilərik. Çünki deyir ki, özü də nə duyursa məni otağına qoymur. Deməli, şübhələnir. Şübhəçi insandır. Şübhəçi insandır. Sonra odur, gəlir, dədəmin evi yıxıldı. Əgər belə deyək də, bu oğlandan şübhələnibsə, bu oğlanın bunun pulunda göz olduğunu düşünürsə, deməli, bu ayıq-sayıq insandır, Hacı Murad. Bura ayıq-sayıq da yaza bilərik. Belə, bu qədər. Sonra keçək 12-yə. Eylerven diaqramını əsərlərin forma və janr xüsusiyyətləri. Yenə də forma və janr xüsusiyyətlərini soruşur. Təbii ki, bu əsər, tamahkar əsəri, baxın, görürsünüz, monoloq var. Monoloqdan sonra da nöqtə. Təbii ki, bu nə var burada? Bu dramatik növdədir. Bura dramatik növ yaza bilərsiniz, tamahkara. Forma və janr xüsusiyyətlərini yazaq. Deməli, dramatik növdədir. Göstərmə əsasında yazılıb. Göstərmə əsasdır yaza bilərsiniz. Səhnədə tamaşaya qoyulmaq üçün yazılır. Bunu da yaza bilərsiniz. Sonra remarkadan istifadə olunub. Remarkadan istifadə olunub. Bunu da yaza bilərsiniz. Sonra nə bilim, obrazların danışıq və hərəkətinin vəhdət yolu ilə yaranıb. Bunu da yaza bilərsiniz. İndi ikisini üçün yazsaz bəsdir onsuz da. Sonra Koroğlu da təbii ki, deməli, epik lirik növdə yazılmışdı. Bunu yaza bilərsiniz. Sonra epik lirik növdə yazılmışdı. Nəzm və nəsrin vəhdətindən yaranmışdı. Nəzm və nəsrin vəhdətindən yaranmışdı. Bunu da yaza bilərsiniz. Ortaya nə yaza bilərik? Baxırıq ki, hər ikisi nəsrlədir.
və hər ikisində süjet xətti var. Bunu da ortaya yaza bilərsiniz.